Səbinə xanım, biz komanda olaraq sizin üçün yeni bir rubrika hazırlamışıq. Burada sizə bəzi suallar ünvanlayacağıq və sizdən səmimi cavablar istəyirik. Biz bizəyik, ona görə də rahat olun. Tamam. Bugünə kimi özünüzə verdiyiniz ən gülməli məsləhət nə olub? A few moments later. Ayda. Error. Doğrudan. Deyəsən həmişə ağıllı məsləhətlər verirsiniz. Yox, əstəğfurullah. Vallahi ağlıma gəlmir. Yəni ona görə yox ki, verməmişəm. Suala cavab verməmə haqqım var, yoxsa yoxdur? Var, niyə yoxdur? Tamam, biləndə yadıma düşsə deyəcəm. Tamam. Əgər həyatınız serial olsaydı, indiki dövrün adını nə adlandırardınız? Ayda. Bu nə suallardır? Heç biri ağlıma gəlmir. Bilirsiniz necə adlandırardım? Keçmişin sonrakı dövrü, yəni keçmişin qırıldığı, bir də daha yeninin başladığı etapı hiss edirəm hal-hazırda həyatımda. Adını nə qoyardım? Dönüş nöqtəsi qoyardım. Bəs keçmişdəki özünüzlə 10 dəqiqə söhbət edə bilsəydiniz, ona ilk nə deyərdiniz? Hansı keçmiş? Neçə il qabaq? Hansı ki, ən çox dəyişdiyiniz, dəyişimə uğramaq istədiyiniz dövrlər? Halal olsun sənə deyərdim. Çünki içimdə o qədər böyük belə həyəcan, arzu, istək. Yəni heç zaman bu şərtlərlə bağlı olmayıb. İstər özümü yaxşı hiss edim, istər yaxşı hiss eləməyim. Mənim içimdə belə dəhşət məni həyəcanlandıran inanclar olub ki, nə isə var, mən onu tapmalıyam. Nə isə mən tapacağam. Hətta uşaq vaxtı gecə yatanda deyirdim ki, bu gecə nə olur axı? Mən bu gecəni tutacağam. Hər gecə yatmamışdan qabaq deyirdim ki, necə olur? Yatıram, bir də səhər dururam da. O arada nə olur? Hər gecə də deyirəm tutacağam, hələ tuta bilməmişəm. Bəs söhbətiniz 10 dəqiqəyə sığardı, yoxsa sığa bilməzdi? Qaz verərdim, necə, amma içimdən gələn bir qaz verərdim. Deyərdim ki, axıra qədər get. Arada sınanacaqsan, arada imtahanların olacaq. Yıxılasan, qalxasan, amma yəni doğru yoldasan. Qəlbinin səsini dinlə deyərdim. Buna 10 dəqiqə bəs eləyərdim. Bəs bu yolda özünüzü tapdınız, yoxsa özünüzü yenidən yaratdınız? İtirdim, tapdım. İtirdim, tapdığımı zənn etdim və indi elə bir etapdayam ki, bütün perioda orqanik baxıram. Elə zaman var idi, cavablarım konkret idi. Sonra o cavablarım alt-üst oldu. Sonra yeni cavablar axtarmağa başladım. Bu səfər nəyə tutunacağımı bilmədim, çünki inanc sistemim çökmüşdü. Amma indi məhz elə bir andayam ki, lap əvvəlki Səbinənin kök inancları ilə, hansı ki mən uşaq vaxtı inandığım düşüncələr var idi. Onları bərpa etmişəm. Bir də yeni öyrənən Səbinənin təcrübəsi var, yaşanmışlıqları var. Onları sintez edərək insan olma yolundayam. Bu mənə daha yaxşı gəlir. Bəs doğru bildiyiniz fikirlərin yanlış olduğunu anladığınız an heç məyus oldunuz və yaxud da ruh düşkünlüyü yarandımı? Çox olmuşam. Əlbəttə olmuşam. Bunsuz mümkün deyil. İnsan zaten doğru bildiklərini qırıldığı anlara şahid olur həyatda. Bir şeyə tutunmamaq üçündür məncə bu həyatda. Bəs yəni hamımız qırılırıq da. Siz özünüz də bir nöqtədə əslində qırılmısınız və yenidən özünüzü güc tapmısınız davam etmək üçün. O anlarda necə edək ki, biz yenidən davam eləyək yola? Birincisi qırılmağa icazə vermək lazımdır. Əgər mən bu an özümü çökmüş hiss edirəmsə, elə olmamış kimi davranmağa çalışmayın deyərəm. Bu zaten prosesi inkar etməkdir. Əgər payızdırsa, mən zorla günəşi gətirə bilmərəm. Hal-hazırda payızdır, yarpaqlar tökülür, tökülməlidir. Bundan qaçışı yoxdur. O anı necə keçirəcəyim önəmlidir. İçinə dön, içində nə baş verdiyinə bax. Özünlə romantik bir hal yaşama fürsətimiz olur. Belə anları mən yaşamağa icazə verirəm özümə. Hadisənin böyüklüyünə görə bəzən bunun zamanı dəyişə bilir. Amma insan bərpa oluna bilir. Allah içimizə elə bir şey qoyub ki, biz hər zaman düzələ bilirik. Necə ki, yara olanda bədən onu özü sağalda bilir. Bu bərpa olma funksiyası sadəcə fiziki vücudumuza aid deyil, ruhsal vəziyyətimizə də aid. Mən ona çox inanıram. Biraz ciddi mövzulardan danışdıq. Aha. İndi istəyirəm ki, sizə biraz daha yumoristik bir sual verim. Niyə ən yaxşı cavablar mübahisədən sonra gəlir ağlınıza və bu sizdə də olurmu? IQ-muz donur da mübarizə vaxtı. Emosiya bəzən zəkanın önünə keçəndə emosional danışırıq və orada da şuuraltımızda olan şeylər çıxır üzə. Sonra sakitləşirik, durulur vəziyyət, sanki fırtına yatır və daha zəkalı, daha fərqli baxa bilirik məsələyə. Məncə buna görədir. Bəs sizdə də olur ki, mübahisəndə demədiyin sözə görə sonra qəzəblənirsiniz ki, bunu niyə demədim, kaş deyərdim. Valla mən biraz hazır cavabam. Biraz yəni elə hallar az olub. Bəlkə nə zamansa olub, amma çox zaman ifadə edirəm. Mən ünsiyyət təlimi keçirəm, ifadə öyrədirəm. Özüm birinci bunları keçmişəm. Bəs xoşbəxtlik pulda deyilsə, niyə maaş günü bizim əhvalımız yüksəlir, sevinirik, həmin gün özümüzü daha xoşbəxt hiss edirik? Xoşbəxtlik bir dondurmada da deyil, bir paltarda da deyil. Amma onları da alanda, onları yeyəndə xoşbəxt oluruq. Yəni bütün rəsmi bir şeyə bağlamaq yanlışdır. Amma onun bizə qazandırdığı duyğunu inkar eləmək
doğru deyil məncə. Yəni pul gələndə o qədər yerə xərcləyirik, yollarımız açılır, əylənə bilirik, xərclərimizi ödəyirik. Niyə olmasın ki? Xoşbəxtlik sözü ilə sadəcə örtüşmür, amma müsbət duyğu verir məncə. Yəni ona yüklədiyimiz mənadan bir növ asılıdır. Problem orada olar ki, sadəcə maaş günü xoşbəxt oluruqsa. Yəni bir ay ərzində tək xoşbəxt olduğum gün pulun gəldiyi gündürsə, burada biraz özümüzü sorğulamalıyıq. Yəni məni başqa nə xoşbəxt eləyir? Hər gün maaş al, hər gün xoşbəxt ol. Yəni asılı bir adama dönürük. Bəs sizcə münasibətdə haqlı olmaq vacibdir, yoxsa xoşbəxt olmaq? Məncə kompromis, amma bir-birini anlamaq. Əgər bu partnyor münasibətindən gedirsə, xüsusilə, məncə bir-birini anlamaq. Anladığın zaman zaten o da haqlı olur, sən də haqlı olursan. Oturub dinləmək. Bəlkə də haqsızsan, amma dinlənilmə ehtiyacın var. Bəlkə haqlısan, dinlənilmə ehtiyacın var. O sahə açılmalıdır ki, insanlar körpü qursun bir-birinin qəlbi ilə. İnsan başa düşüləndə onsuz da rahatlaşır. Ən böyük ehtiyac odur. Haqlı olmaqdan qat-qat böyük ehtiyac. Və haqlı olmaq yoxsa xoşbəxt olmaq arasında çox böyük anlamlar var da. Yəni məncə keçid bir anlıq deyil. Yəni xoşbəxt olmaq çox mücərrəd bir şeydir. Amma dinlənilmək xoşbəxt hiss elətdirir. Nə bilim, güvəndə hiss eləmək, sənin olduğun kimi qəbul olunduğunu bilmək, səhvlərinlə, düzlərinlə yenə də xoşbəxt hiss elətdirir. Bir seansda eşitdiyiniz və yaşadığınız ən yadda qalan hadisə varmı və danışa bilirsinizsə bu nədir? Seanslarımın içəriyini adətən danışmıram, etik və konfidensial gəlmədiyi üçün mənə, amma seansların içində gözlərimin dolduğu anlar çox olub. Elə qəribə anlar olur ki, insanlarla eyni oluram elə bil o an. O nə hiss edirsə mən də hiss edirəm. Bir bütün olma halı olur və otaqda elə bir enerji olur ki, mən onu sizə sözlə tərif edə bilmərəm. Ruhsal bir yüksəlmə də, yəni onun dadını bu seansda edənlər bilər. Bir də qəlbim çox genişlənir. Seans bitir, insan rahatlaşır, aydınlanır, ruhən dəyişir, gözləri dəyişir. Yəni sadəcə duyğusu çıxmır. İdrak etmə səviyyəsinə çatır. Mən həmin adamla birlikdə təmizlənirəm, təzələnirəm, özüm də şəfalanıram. Bundan böyük xoşbəxtlik yoxdur.